Rusca bilənə iş var yoldaşlar, rusca bilənə iş var. Mən sizə təxminən bir 9 dənə vakansiyadan bəhs etmək istəyirəm. Bu demək deyil ki, rusca bilənlər üçün olan işlər cəmi 9 dənədir. Xeyr, mən sadəcə diqqət çəkənlərdən seçib sizinlə paylaşıram. Misal üçün, Access Bankda var yoldaşlar, inzibati dəstək üzrə mütəxəssis işidir. Əgər rus dilini səlis və öz dilimizdə səlis bilirsinizsə, ofis proqramlarını bilirsinizsə, ali təhsillisinizsə bu işə müraciət edə bilərsiniz onlayn şəkildə CV-nizi göndərərək. Sonra hava limanı biznes zallarında növbətçi işi var. Heydər Əliyev Beynəlxalq Aeroportunda, böyük xidmətlər qrupunda. Burada 900 manat qazana bilərsiniz. Xanımlar üçündür. Deməli, 20-39 yaşlı olmalısınız. Rus və ingilis dillərini A2 səviyyəsində bilməlisiniz. Gezi növbəsində də işləyə bilməlisiniz. Bundan əvvəl mühafizəçi işi var Facility Management qrupda. 600 manat civarındadır. Rus dilini bilməlisiniz yoldaşlar. Yaxşı səviyyədə ünsiyyət bacarıcı olmalıdır. Boyunuz olmalıdır heç olmasa 175 sm. Mühafizənin tələblərinə cavab verməlisiniz. Və 1 illikdə iş təcrübəniz olmalıdır və vətəndaşımız olmalısınız, Azərbaycan Respublikası vətəndaşı. Bundan əlavə 166 yük daşıma və logistika şirkətində 1000 manat civarında olan, xanımlar üçün olan bir iş var. Deməli, bu sənədlərə nəzarət üzrə mütəxəssis işidir yoldaşlar. Bu sizdən deməli tələb eləyir ki, yəni bu sahədə təcrübəniz olmasa da olan problem deyil. Əsas məsələ tələblərindən budur ki, rus və ingilis dillərini yaxşı səviyyədə yazılı və şifahi bilin. Sonra Excel üzrə yaxşı bilikləriniz olsun. Yəni, ofis proqramlarında heç olmasa Exceldə yaxşı bilikləriniz olsun. Belə bir işdir yoldaşlar. Yeni Həyat Plazadadır. Bu da Port Baku tərəflərdən qımaqda səfətranlarsa. Sonra layihə koordinatoru işi var yoldaşlar. Duit şirkətində 800 manat civarında 20-30 yaşlı şəxslər üçündür. Rus və Azərbaycan dilini mükəmməl bilirsinizsə, ali təhsillisinizsə, kompüter və ofis proqramı barədə bilikləriniz yüksək səviyyədədirsə, bu işə müraciət edə bilərsiniz. Bu da şəhərin mərkəzində olan bir ofisdədir. Nigar Rəfibəyli'dədir yoldaşlar. Bazar ertəsi cümə günü olan bir işdir. Bundan əlavə bankda başqa bir iş var yoldaşlar. AFB bank, daha doğrusu VTB bankdadır. Ali təhsiliniz olmalıdır, rus dilini sərbəst bilməlisiniz, Exceldə işləyə bilməlisiniz, təqdimatlar hazırlamağı bacarmalısınız, riyazi düşüncə tərziniz olmalıdır. Orada bank əməliyyat fəaliyyətinin metodologiyası və planlaşdırması üzrə kiçik mütəxəssis işidir yoldaşlar. Həmin bankda başqa bir işçiyə də ehtiyac var. Risklərin konsultasiya edilmiş təhlili şöbəsində də işçiyə ehtiyac var. Orada da yenə ali təhsil tələb edir. Excel proqramından yaxşı səviyyədə bilmək, rus dilini yaxşı səviyyədə bilmək və güclü analitik düşünmə qabiliyyəti tələb edir. Yəni 2 dənə ən azı, daha doğrusu bir dənəsi də vardı, Access Bankda xatırlayırsınızsa. 3 dənə bankda belə iş var. Bir də yoldaşlar, Abşeron portda inzibati belə deyim iş var. Rus dilini bilməlisiniz, ali təhsilli olmalısınız, ofis proqramlarında işləməyə bacarmalısınız. Bu işə müraciət edə bilərsiniz. İnzibatiləşdirmə üzrə işçiyə ehtiyac var Abşeron portda. Son olaraq, satış menecerinin köməkçisi işi var yoldaşlar. Alpihordadır bu. Tələbləri bundan ibarətdir ki, ali təhsilli olun, satış və ya müştəri xidməti sahəsində minimum 6 aylıq iş təcrübəniz olsun, rus dilini səlis bilin, ofis proqramlarında sərbəst işləyə bilin, rəqabətləmə haqqı təklif edir bu da. Bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərdən də tanış olmaqsınızsa, ümumiyyətlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yoza bilərsiniz. Əlaqə vasitəsi siz əgər bu videonu YouTube-da izləyirsinizsə, videonun adında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da izləyirsinizsə, o zaman Toğrul Əzov sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yoza bilərsiniz.